Sözün deyən meyxana deyən bu gündəmdə olar. Qulaq ası. Nədir gündəmdə olmamalısı? Yalandan telefonu qoyub Qulaq ası. Zəng də yoxdur, yalandan elə falan günü toyduyam. Qulaq ası. İmkan ver də, nə olur? Atatürk mənə imkan verdi. Meyxana Bakıda yaranıb. Bir dənə qulaq ası. Meyxana bölgəsi Bakıda yaranıb. Ondan gəlir. Qulaq as. Meyxana o tərəfdən gəlmədi. Aşıq Ələsgər dövründən götürsə, əgər sağ... Amma sən buna belə bunu tərbiyə edir. Gəlib Şəkiyə, Şəkidə... Çəvrilməlidir. Şəki Məngi sənə tərəf. Bir dənə qulaq ası. 4 meyxanası bir-birinizdən yola gedə bilmirsiniz, cəmiyyət yaradır. Bir də ona sual ver ki, sən mənə söz çatdıra bilərsən. Bir də ona sual ver ki, sən mənə söz çatdıra bilərsən. Tahirə xanım, bir dənə Yaşar ümumiyyətcə sözün bir qüdrəti bilir nədir? Yox. Yaşar ancaq bilsən, Yaşar bıraq belə meydana zaten danışsın boş-boşuna. Bunu mehman bizi bəlaya salıb, bəlaya. Günahkar meyxanası. Sual ver ona. Mehman olmasaydı bu meyxanəyə dördü. Sual ver ona ki, Dördü bu meyxanəyə şəhərdə sorğu keçirdək. Bu indi bir yaxınlarda bu ATV-də çıxdı bir-birinci veriliş, o da zəngin əzadla, ona buna xahişlə. Çıxaq şəhərdə bir dənə soruşaq görək. Ataş adında, Ataş tanıyırlar, Ataş TV var, o toyları zadı, onu tanıyırlar. Amma Ataş adında meyxana deyən tanıyırlar.